İnsan düşünmeye başlayandan beri hayatına ait olan çok mühüm hadisələrin gedişatı başlayır. Söhbət elə uşaqlıq dövründən gedir. Bir uşaq olaraq onun beyninə yeridilən müxtəlif növ fikirlər ola bilər. Əlbəttə ki, şəraitə uyğun olaraq insan psixikası o şəraitdən asılı olaraq da fikirlər formalaşdırır və bu işdə bizə dəstək olan böyüklərdir. Böyük nə deyirsə, uşaq da ona inanır. Uşaq gördüyünü həzm edir, beynində bir təəssürat yaradır və o təəssüratın içində öz təfəkkürünü formalaşdırır. Əsəbləşdim, vurdum, yıxdım, təhqir etdim, dava etdim, uşağı saymadım. Problem kimdədir? Əlbəttə ki, yetkin insanlarda. Uşaq ona görə düşüncələrini məhz ailə şəraitinə uyğun olaraq da formalaşdırır. Kimi qurban olaraq böyüyür, kimi zalım olaraq böyüyür. Amma mütləq ki, onun təsir faktorları öz həyatında canlanır. Əgər bugün övladlarınızı xoşbəxt görmək istəyirsinizsə, özünüzdən başlayacaqsınız. Dəyərli valideynlər, ailə münasibətlərinizə, bir-birinizə qarşı olan hisslərinizdən başlayacaqsınız.